Birinci test söz önüdür. The visitor stood the door. Kapıda dayandı. 1. Kapının qarşısında dayandı. 5. 1, 5, B variantı. 2-də complex object qaydasıdır. Made birinci qrupdur. Özündən sonra feil, to, ing zamana düşmədən, yəni başlanğıc formada B variantı istəyəcək. 3-də nöqtələrdən sonra isim gəlibdir. Özündən sonra isim istəyər. Whose, how many, üstəgəl cəmsi. Bir də which. Why, why özündən sonra isim istəmir. 1, 3, 4, D variantı. Make up sentence, cümlə qurmada baxaq görək. Deməli deyir ki, we get information 8, 6, 5. Bu belə olacaq. 8, 6, 5. 8, 6, 5 hansılarda yoxdursa çıxıram. E gedir, A gedir, B gedir. Sonra information. 3 ilə başlayaq görək. Technology has greatly improved the way, inkişaf etdiribdir yolu, tərzi, üsulu, the way we get information, elə D variantıdır. C-də baxaq görək nədir səhv. The way we get information greatly has olmaz. Greatly improved'dan öndə gəlməlidir. Çünki zərfdir. Olacaq cavabım D variantı. 5-dən cümlə tamamlamadır. Mübtədə xəbər gəlməlidir. A variantında had demonstrators'dan önə keçib, did köməkçisi önə keçib. Silim tam görünmədi. A-da had önə keçibdir. A-da had önə keçib. B-də did önə keçibdir. E-də askdan sonra zət gəlməz. C qalırdı, qalır. Baş cümləm keçmişdədir. Ask zaman uzlaşmalıdır. Zaten when-dən sonra mən when what time-dan sonra həfəz vermərəm. D variantı. 6-da məna tərcümə ilə, yəni söz bazası ilə bağlıdır. Jane friend, necə dostdur, fully her, ona. Deməli, əsl dostdur, trust, ona inanırıq, bir düzdür. Devoted, vəfalıdır, ona inanırıq, etibar edirik, 2. 3-də deyir, etibarsızdır, inanırıq. False, yanlış dostdur, inanırıq, olmaz. 1, 2, D variantı. 7-də children kökdən dəyişir, apostrofesi olmalıydı, birlərim getdi. Sportsman kökdən dəyişir, apostrofesi olmalıydı, ikilərim getdi. Qalır cavabım C variantı. Miqdar sayı baxın, birdən çoxdursa S apostrof istəyir, FU cəm istəyir, S apostrof doğrudur. Smith bütöv ailədir, D article, S apostrof doğrudur. 8-ə baxırıq. 8-də biggest üstünlük dərəcəsidir, D article. İkinci tərəfdə işsizlər unemployed, D article. Demişik, sifətin qarşısına D article verib isimləşdirir. Turistlər xoşladılar, həm deyir ölkəni, həm landscape mənzərəsini. Ölkənin özünü, ölkə təkdədir, itself olacaqdır. Və onun mənzərəsini birdən ölkə olduğuna görə itsi olacaq, D variantı. Bu testləri bir də verə bilir, not only but olsa, yenə də oradakı ortada not only but olsa da ortadakı ismə baxırıq. Onlar özlərini xoşlamayıblar turistlər. Ölkənin özünü xoşlayıblar. Onda baxaq görək nə var. There gəlibdir burada. Put on there. There yəli əvəzliyi. Yəli əvəzliyindən sonra article gəlməz. Mostun üstünlük dərəcəsi bestdir. Most deyirəm, bağışlayın, səhv deyirəm. Good'un üstünlük dərəcəsi bestdir. Most good yoxdur. Olur C variantı. 11-də confidence gəlibdir. Confidence sayılmayan isimdir. Saçdan sonra elot gəlibdir, elotov gələr. Elotdan sonra zaten isim gəlməz, 4 çıxdı. Only'dən sonra few gəlib, few cəm isim istəyir, çıxıram. 1, a little sayılmayanlarla, any həm cəm həm sayılmayanlarla, bəli, olar. 1, 3, 5, A variantı olacaqdır. 4-dən if-dən sonra gələcək gəlməz, C gedir, D gedir. Tərəflər uzlaşmalıdır. Bağlayıcı varsa tərəf uzlaşır. Froze keçmişdir, expands indikidir. Keçmişlə indiki zaman heç vaxt uzlaşmır. Cümlədə o halda ki, bir tərəf keçmiş, bir tərəf indiki zaman gələr ki, hər iki tərəfin konkret zaman zərfi olsun. Burada da elə bir şey yoxdur, bağlayıcı ilə bağlanıblar. E variantında freeze olmaz. Həm indiki zamanda, həm expanded keçmiş zamanda da, həm də water, su sayılmayan təkdədir. Təkin xəbəri S-lə olmalıdır. Bu səhvdir. Qalır cavabım B variantı.
Passivdən no one found any evidence. Cümlə inkardır və no one-dan başlayıbdı. No one-dan başlayanda yoxdur. Evidence mənim tamamlığımdır. Cümlən eni və eninin törəmələri ilə başlamaz. B və D variantı gedəcək. Bir cümlədə iki inkar olmaz. E variantı gedəcək. Found keçmiş zamandadır. Find'in keçmişi, bax bu find feilinin keçmişi found. Keçmişdir. Keçmiş zaman yaxşı, tutaq ki, bilmədiniz ki, bu found keçmişdədir, yoxsa indikidə. No one-a baxın, törəmə. Törəmənin xəbəri təkdə olur. İndiki zaman olsa esli olardı. Keçmişdir deməli. Keçmiş zaman məchulu da was və participle-dur. 14-də nöqtələrdən sonra to gəlibdir. Should to istəmir. Have ilə to-nun arasına söz girməz. Vergüldən sonra do köməkçi gəlib. Ought-un köməkçisi özüdür. Are able-un köməkçisi are-dır. Qalır D variantı. 15-də bağlayıcıdır. D baxmayaraq, so beləliklə, because çünki, as çünki, that ki. Because as-ə çıxıram çünki ikisi də eynidirlər, bir-birinin yerinə işlənir. Deməli heç biri deyil. We arrived in time, vaxtında çatdıq. Müsbət fikirdir. The traffic was heavy, tıxac var idi, mənfi fikirdir. Təzadlıq var. Görürsünüz, bir tərəf mənfi, bir tərəf müsbət, ziddiyyət var. A variantı. A. Biz vaxtında çatdıq deyir. Baxmayaraq ki, tıxac var idi. Salam, gəlin görək. 16-da müddədə xəbər uzlaşmasıdır. Voices calling for help. Salam, kömək istəyən, kömək çağıran səslər. Voices cəmdədir. Cəm müddədanın xəbəri cəm olmalıdır bu hissədə. Cəm xəbərlərim are, were, have, do. 1, 2 olacaqdır. E variantı.